Varanasi, Hindistan. Hindistan'da ölülerin yandırılması bize qəribə gəlsə də, orada bu adi və tam normal bir şey sayılır. Bu adət min illərlə davam edən dini inancın bir hissəsidir. Xüsusilə də hindular inanır ki, insan bədəni sadəcə bir qabdır, ruh isə əbədi varlıq və bu ruhun azad olunması üçün bədən torpağa deyil, oda verilməlidir. Bu adətlərin mərkəzi yeri isə Varanasi şəhəridir. Qanq çayının sahilində yerləşən bu şəhər hindular üçün müqəddəs sayılır. Onların inancına görə əgər insan Varanasidə ölərsə və orada yandırılarsa, ruh artıq bu dünyaya qayıtmaz və azad olar. Yandırılma mərasimi xüsusi yerlərdə aparılır. Ən məşhuru Maniqarinka qat adlanan yerdir. Burada günün istənilən vaxtında gecə və gündüz cənazələr yandırılır. Cəsədin yandırılma prosesi isə belə olur. Əvvəlcə cəsədi bambuq xərəklə gətirirlər. Daha sonra isə Qanq çayında yuyulur. Sonra isə odunların üzərinə qoyulur. Cənazəni ailə üzvləri müşayiət edir. Ən yaxın kişi qohum adətən mərhumun oğlu alovu yandırır. Bu onlar üçün həm dini, həm də ailəvi bir məsuliyyətdir. Tonqal saatlarla yandıqdan sonra isə qalan kül və sümük hissələri Qanq çayına atılır. Bu da ruhun su ilə son səfəri hesab olunur. Bəli, bizə bu qəribə, bəzən də hətta qəddar cənazə mərasimi kimi görünə bilər. Amma hindular bu adəti qorxu ilə yox, inamla qarşılayırlar. Onlar üçün ölüm bir son deyil, yeni mərhələnin başlanğıcıdır. Bədən yox olur, ruh isə azad olur. Turistlər üçün bu cənazə mərasimi maraqlı, həm də düşündürücüdür. Amma yerli xalq üçün bu gündəlik həyatın bir hissəsidir. Ümumiyyətlə, Varanasi şəhərində qəribə bir həyat ritmi var. Bura həm ölümlə vidalaşma yeridir, həm də insanların gündəlik həyatının bir hissəsi. Təsəvvür edin ki, bir yanda cənazə gətirilir, o biri yanda isə uşaqlar oynayır. İnsanlar su daşıyır, satıcılar küçədə meyvə satır. Sanki ölüm burada artıq dramatik bir şey deyil, həyatın davamı kimi qəbul olunur. Burada ən maraqlısı odur ki, bu iş bir növ peşəyə çevrilib. Burada yandırılma işlərini icra edən xüsusi adamlar var. Bu insanlar nəsillər boyu bu işlə məşğuldular. Onlar odun düzür, cənazəni hazırlayır, yandırılmanı həyata keçirirlər və bu da bir növ dini xidmət sayılır. Amma burada hər şey ideal deyil. Bəzi insanlar odun ala bilmədiyi üçün ya tam yandırılmayan cənazələr səbəbilə Qanq çayına tam sağlam cəsədləri atır. Bu isə çayın çirklənməsi və sağlamlıq baxımından ciddi problemlərə səbəb olur. Maraqlısı da ondan ibarətdir ki, bunu heç kimdən gizlətmirlər. Həm yerli, həm də xarici medianın bu haqda araşdırmaları var. Digər tərəfdən turist axını da bu məkanlara təsir edir. Hər gün dünyanın müxtəlif ölkələrindən insanlar buraya gəlib bu prosesi izləyir. Bəziləri foto çəkir, bəziləri isə sadəcə baxır.
Amma orada olan insanlar artıq buna alışıb. Onlar üçün bu həm dini mərasimdir, həm də bir gəlir mənbəyidir. Hətta bəzən turistlərə izah edən bələdçilər belə olur. Bütün bu prosesin içində diqqət çəkən əsas məqam odur ki, burada ölüm qorxulu deyil. Çünki onlar üçün bu son yox, yeni bir həyatın başlanğıcıdır. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olub dəstək də ola bilərsiniz.